Hamınıza salam dostlar, necəsiz? Bugün sizinlə bir yerdə Crunch Royal oynayacağıq. Uzun bir vaxtdır video çəkmirdim. Maalesef dərslərin çoxluğuna baxmayaraq video ərtələyirdim, beləsinə deyək. Və hamımızın yeni ili mübarək. Necə belə gözəl illərə çıxaq. Əslində digər vlog səhifəmi təzəliklə açırdım. Orada da ilk vlogum zırpaket vlogu olacaqdı. Yəni alınmadı deyək. Amma bugün bunları Clash Royale-də 1-2 maç atacaq və gücləndirmələr aparacaq. İnşallah xoşunuza gələr deyək, nə deyək də. Beləsinə baxanda çox məhculam deyək. Çox utanıram sizin qabağınızda, çünki uzun müddətdir ki video atmırdım. Mini Pekka qoyurdum ora. Mini Pekka da şey gəldi ora. Mini Pekkanın səhvini ilə çıxarmışdım. Yəni bunlar da qalır qıraqda. Dostlar, kadrom belədir. Yəni burada güclü bir kadro üyesi görürsünüzsə yorumlarda yazın, zəhmət olmasa. Mən də ona görə kadronu şəkilləndirəcəm. Yəni bağış istəmişdim. Beləsinə bir şey gəlib. Mən də bir dənə buradan bağış elədim buna. 2 dənə elədim hətta. Davam eləyək. Savaşaq da dostlar, nə qaracaq. İndi sizlə 1-2 maç ataq. Və ilk olaraq Div və arxasıca Mini Pekka göndərik. Mənim ilk taktikam belədir. Oradan gələnləri Mini Pekka dağıdır. Amma ki onların Mini Pekkası da bizi dağıdır deyə bu atacaq. Qaqaş mənim taktiğimi uyğulayır mənə qarşı. Çox böyük bir ayıbdır. İlk növbədə da bunu qoyacaq. Uduzmaq istəmirəm dostlar sizə qarşı. Yəni qardaşımın səhifəsində də canlı açırıq, təzəliklə açılıb səhifə. İstəyənlər olsa ora gəlsin. Canlı vaxtı bir yerdə Roblox oynayarıq və sair kimi nə-nəsə məşğul olarıq. Mini Pekkamızı göndərək yenə. Gəlib hasar verirlər. Təbiidirmi? Deyil mənim üçün. Çünki mən udmaq istəyirəm. Uduzmaq heç vaxt gözümdə yoxdur. Şu an dostlar əlimə gələn atıram. Amma ki gördüyünüz kimi yaxşı iş bacarır da atdıqlarımda. Pis deyirlər yəni. Demək olar ki 2 dəqiqənin yarısı getdi. 2 dəqiqə idi səhv eləmirəm. Barbarları göndərəcəm. Çünki o ancaq barbarlar dayandıra bilər. O əslində bayaq atdığımda dayandıra bilərdi. Yəni amma ki çox da güclü saldırmadılar. Ona görə dayandıra bilmədi. Barbarlardan heç olmaya biri deyəcəydim hasar verə bilsə. Alınmadı. Hər nəysə 1 dəqiqə qaldı artıq maçın bitməsinə. Bəli dostlar, indi əsl taktikamıza keçə bilərik. 2x başladığına görə əsl taktikamıza keçirik. Əlimizə gələn atacaq. Çünki beləsində dəyərləndirmə daha məntiqlidir. Və rəqibi yavaşlatma şansı da tanıyır bu bizə. Diva atacaq. Mini Pekkamız gəlsin yenə. Mini Pekka yenə atarıq. Son 30 saniyə qaldı. Onlar Mini Pekka atdı. Və canı azdı hal-hazırda. Və Mini Pekkamız gəldi. Mini Pekka atdıq. Amma ki nəsə çox da elə bil işə yaramadı. Və beləsinə kulübəni də atdığımıza görə. Və gördüyünüz kimi dostlar uduruq. Çətin bir maç idi, bəli. Amma ki utduq.
Sizlə bugün 3 maç eləmək istəyirəm. 4 dolar. 1600 altın verdi. Oo, bayağı iyi. Buradan da 10 dənə verdi. O almağı yadımızdan çıxdı dostlar. Buradakiləri da aldıq. Kart gücləndirmələrimizə baxacaq indi. Lazımlı kart varmı? Burada lazımlı kart bizdə bunu görürəm. Gücləndirsə bizə etkisi ola biləcək bir kart. Amma 6 oldu. 6 divi dəyişmək istəmirəm. Yəni taxmayacaq onu dostlar serialıq. Yenə deyirəm, yəni kart fikirləriniz varsa deyin, ona görə kartları yığacam diyor. Bir tur da ataq. Əgər bu 4 dəqiqə getməsə bir tur da ata bilərəm sizinlə. Qorxuram ki 4 dəqiqə gedər bu turda. Və yenə gördüyünüz kimi bayaqki taktika ilə gedirik. Əslində ən qabaqda mini pekka atmalıydım bayaqları. Mini pekka yox idi deyə bunu atdıq. Geliyorlar abi. Geliyorlar. Alt seviye King Boss mu olur ama? Ay Allah. Öyle değil. Mini pekka, mini pekka. Mini pekka için eləyə Ay Allah. Bəli dostlar, məcburiyyətdən atdıq bunu da. Çünki uduzma ehtimalımız var idi. Bunları da atdıq. Uduza bilər ya hələ də. Canını azaltsın deyə atdıq dostlar. Mini pekkamız da olsun, avtomatik mini pekkanı atacağım. Mini pekkanı göndər. Qorxuram dostlar, uduzacaq amma. Oba, halaldır. Mini pekka işi tam görə bilmədi və devi köməyə çağırmaq məcburiyyətində qaldıq. Yox, öldük. Yaxşı qorumadığıma görə 20 kupa çıxdı. Kraliyetin canına baxmadım və buna görə cəzamızı da çəkdik dostlar. O, ateş topu. 6 səviyyə eləsə taxa bilərik. Ateş topu 6 səviyyə. Və bunu taxacam. Kimin yerinə taxacam dostlar, onu da deyim. Bunu təbii ki bunun yerinə taxmaq istəyirəm. Amma bu çox iş görür. Bunlar da çox iş görür demək istəyirəm. Bu da çox iş görür. Amma barbarı çox da işlətmirəm. Oxçu da zəifdir. Oxçu 5 səviyyədir, bu 6. Ona görə oxçunu dəyişəcək. Və komandamız full 6 səviyyə demək istəyərdim. Bir ya bunu 6 səviyyə eləməliyəm ki 1-7 və qalanları 6 olsun. Bir dəqiqə. Davam. Uzun müddətdir ki video atmamağımın səbəbi bayaq dediyim kimi dərslər falan. Ona görə də videoları ertələmişdim. Div gəlsin, div gəlsin.
Yox, uduzduq, pis uduzduq özü də, pis uduzduq. Dostlar, ikinci məğlubiyyətimizdir deyəsən bu. Qoruya bilsəm qoruyacağam, amma qorumaq gördüyünüz kimi çox şey deyil. İmkanı olası deyil deyə. Mini Pekka ona vursa bəlkə qoruya bilərik. Amma o da Mini Pekka göndərdi və öldürdük. O qıra bilsək. Qıranmadıq. Çox böyük problemdir bu. Bunları məcburiyyətdən bura atacağım. Oba, qırdıq. Və hasar vuracaq deyə bunu qoydu bura. Yavaşlatdı. Amma divi çağırmalıyam. Artıq div gəlsə hər şeyimiz həll olar kimi görünür. Mini Pekka çağıracağım əksinə. Çünki Mini Pekka daha çox hasar vurur. Yox. Mini Pekka atdı o da. Yox. Dostlar, dediyim kimi ikinci məğlubiyyətimiz də gəldi. Dostlar, bu dəfəki videomuz bu qədər olacaq. Gələn videolarda görüşənədək sağ olun, salamat.